Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Deməli, bugün sizlərlə riyaziyyatdan 10 sual paylaşacağıq. Bu sualların link formasında paylaşmışdıq. İstədim ki, video izah çəkin və sizlər də faydalana biləsiniz. Deməli, bizim birinci sualımız belədir ki, deyir, qarşı-qarşı iki maşın yola düşdü. Maşınlardan birinin sürəti 50 km/saat, ikinci avtomobilin sürəti 100 km/saat olarsa, bu maşınlar 4 saata nə qədər yol gedər? Deməli, bizim maşınımızın biri, yəni V1-imiz neçədir? V1-imiz 50-dir. 50-dir. V2-miz neçədir? Yəni, ikinci maşınımızın sürəti. V2-miz olur neçə? Olur 100. Və deyir 4 saata, yəni saat T-imizdə olur 4. Olur 4. Və indi qaydamız necədir? V1 üzərinə V2 vurulsun T. Yəni, birinci maşının sürəti üzərinə ikinci maşının sürəti, yəni 100, vurulsun T. T'imizdə yəni 4 idi, vurulsun 4. Bu deyilir 100 üstə 50, 150, 150-ni də 4-ə vururam, 600. Birinci sualımızda 600. İkinci sualımızda belədir ki, deyir ki, ilbiz hündürlüyü 45 metr dirək üzərində hər gün 9 metr yuxarı qalxır, 5 metr aşağı enir. İlbiz neçə günə dirəyin sonuna çatacaq? Baxın, bunun üçün düsturumuz necədir? Hündürlük çıxılsın emmə, kəsr xəttini yazıram, kəsr xətti bölmə deməkdir. Hündürlük çıxılsın emmə, bölünsün qalxma, çıxılsın emmə. Və başlayıram, hərəsini öz yerinə yazıram. Hündürlük neçə idi? Hündürlüyüm 45 idi. 45. Emməm neçə idi? 9 qalxır, 5 enir. Yəni, emməm neçə idi? Emməm 5 idi. Yəni, hündürlüyü 45 çıxılsın 5. Bölünsün, kəsir bölmə deməkdir, bir də deyirəm. Qalxma, çıxılsın emmə, yəni 9 çıxılsın 5. Bu deyilir, 45-dən 5-in çıxıram 40. 9-dan 5-in çıxıram 4. 40-ı da 4-ə bölürəm, olur 10. 10. Növbəti sualımız belədir ki, düzbucaqlının uzunluğu n-nin 2 mislindən 3% çoxdur. Bu düzbucaqlının perimetri 540 mm bərabər olsa, uzunluğu isə santimetrdir. Baxın, burada millimetrlə verib. Millimetrlə verib, amma burada santimetrlə istəyir. Deməli, gəlin birinci tapa 540 mm neçə santimetrdir? 540 mm qarşısına yazıram. 54 santimetrdir. Və indi başlayıram. Bir dənə düzbucaqlım var. N-i bilmirəm, x-dır. Uzunluğu da n-nin 2 mislindən. Yəni, bu nə deməkdir? 2 misli. Yəni, 2x üzərinə 3 santimetr çoxdur, deyir. Və başlayıram hesablamağa. 2x-in üzərinə x gəlirəm, olur 3x. 3x üzərinə gəlinsün. 3-ü gəlirəm, vururam 2-yə, bərabər eləyirəm 54-ə, perimetri 54 idi. 540-ı çevirdim, 54 oldu. Bu da bərabərdir. 3x üzərinə 3, bərabərdir 27. Baxın, 3x üzərinə 3, 3x üzərinə 3, bərabərdir. 54-ü 2-yə bölürəm, 27. X də bərabərdir. 27-dən 3-ün çıxıram. 24, 24-ü 3-ə bölürəm 8. X-i neçə tapdım? X-i tapdım 8. Və məndən istəyir, bu düzbucağın uzunluğu neçədir? Baxın, uzunluq buraydı. Aparıb burada yerinə qoyacam. Yəni, X-in yerinə 8 qoyacam. 2-ni vuracam 8-ə, 16, 16 üstə 3 gələcəm. Olacaq 19. 19. Növbəti sualımız. Deyir ki, Şəfəqin indi 23 yaşı var. Şəfəqin 8 il sonraki yaşı 3 il əvvəlki yaşında nə qədər çoxdur? Baxın, gəlin yazaq. Əvvəl, yazıram, əvvəl, indi, bir də sonra. Əvvəl, indi, sonra. Şəfəqin indiki yaşı neçədir? Yazıram qarşısına 23-dür. 23. Şəfəqin əvvəlki yaşı, deyir ki, neçə il əvvəlki? Şəfəqin 3 il əvvəlki. 3 il əvvəl, indi 20 yaşı varsa, Şəfəqin 3 il əvvəl, indi 23 yaşı varsa, 3 il əvvəl 20 yaşı var idi. Və Şəfəqin 8 il sonraki, indi 23 yaşıdırsa, 8 il sonra 23 üzərindən 8, 31 yaşı olacaq. 31 yaşı. Və bizdən nə istəyir? İndi bunun ardı da var. Deyir ki, Şəfəqin 8 il sonraki yaşı 3 il əvvəlki yaşından nə qədər çox olacaq? 8 il sonraki yaşı oldu 31. 31. 3 il əvvəlki yaşı oldu 20.
Və nə edirəm? 31-dən də 20-sini çıxıram. Qalır 11. 11. Növbəti sualımız. Deyir ki, 2 qatı ilə 3 qatının cəmi 55 olan ədəd. Baxın, 2 qatı ilə 3 qatının cəmi. Yəni, nə edirəm? 2x üzərinə 3x bərabər eləyirəm 55-ə. Burada da 2x üzərinə 3x eləyir 5x bərabərdir 55. 55. X da bərabərdir. 55-i 5-ə bölürəm 11. Doğru variantımız 11. Növbəti sualımız belədir ki, deyir ki, hansı ədədi 100-yə qədər yuvarlaqsa artar. Baxın, 507-ni 100-yə qədər yuvarlaqlaşdıranda olur neçə? Olur 500. 500, yəni bu oldu 500. Qarşısına yazım elə 500. İkincisini 229-u 100-yə qədər yuvarlaqlaşdıranda olur 200. 200. Üçüncüsünü də 315-i 100-yə qədər yuvarlaqlaşdıranda olur 300. Olur 300. 300. Olur 300. Dördüncüsündə 263-ü 100-yə qədər yuvarlaqlaşdıranda olur neçə? 300. Deməli, hansı artdı? 263-ü yuvarlaqlaşdıranda artır. Növbəti sualımız belədir ki, deyir ki, 3 ədədin cəmi 150-yə bərabərdir. Ədədlərdən biri 25, digəri 75 olsa, 3-cü ədəd tapın. 25-in üzərinə nəyə gələrəm? 25-in üzərinə 75-i gələrəm. Eləyir neçə? 100. 100. Və 3 ədədin cəmi 150-yə bərabərdir. 150-dən də çıxaram. Neçəni? 100-ü çıxaram. Bərabər olar neçəyə? 50. Üçüncü, növbəti sualımızda da 50. Üçüncü deyirəm, növbəti sualımızda 50. Sonra, digər sualımız. A 567 ifadəsində A-nın yerinə yazıla biləcək ən kiçik 3 rəqəmli tək ədəd istəyir. Baxın, diqqətli olun. Deyərsiniz ki, A-nın yerinə yaza bilərəm, 568 yaza bilərəm ən kiçiyini istədiyi üçün. Yəni, 567-dən böyük olsun. 568 ola bilməz. Niyə? Çünki 3 rəqəmli tək ədəd deyir. Ona görə 569 olur. Niyə? Çünki burada 3 rəqəmli tək ədədi istəyir. 569. Əgər desəydi ki, cüt ədəd və yaxud desəydi ki, A-nın yerinə yazıla biləcək ən kiçik ədəd, onda olardı 568. Amma bizdən tək şərt veribdi. Baxın, şərtimiz də var idi burada, deyil, tək. Ona görə götürdüm 569. Növbəti sualım belədir ki, deyir ki, 5 kilometr 10 metrdən neçə dəfə böyükdür? 5 kilometr 10 metrdən neçə? 5 kilometr neçə metrdir? 5 kilometr tapıram 5000 metr. 5000 metr. 5000 də bölürəm 10-a. 5000 də bölürəm 10-a. Olur neçə? 5000 də 10-a böləndə deməli 5000-i bölürəm 10-a. 5000-i bölürəm 10-a. Deməli, buradan bir dənə 0 silirəm, buradan bir dənə 0 silirəm. Qalır neçə? Qalır 500. Yəni, doğru variantımız 500. Növbəti sualımız belədir ki, 3773 ədədində 3773 ədədində neçə təklik var? Əgər neçə təklik varsa, elə ədədin özü bütöv götürülür. Yəni, 3773. Bugünlük izahatımız bu qədər. Sağ olun, salamat.